Hər kəsə salam. Deməli, DİM 2025 ə, ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan ə, deməli, mövzularımızı davam etdiririk. Deməli, bu səfər biz dövr operatoruna aid tapşırıqlar yerinə yetirəcəyik. 100-cü tapşırıqdan başlayır. Cəmi 5-5 gedərək, yəni qısa videolar yazacağam. Növbəti videoda İnşallah davam etdirəcəm. Və bunun üçün mən Python onlayn versiyasından istifadə edəcəm. Deməli, 100-cü tapşırıqda deyilir ki, klaviaturadan daxil edilmiş natural ədədin rəqəmlərini olduğu kimi düzgün ardıcıllıqla alt-alta çap edən proqramı Python dilində yazın. İlk növbədə biz rəqəmləri daxil etmək üçün deməli, biz yazmalıyıq bunu sətr tipində. N-ə mənimsədirik, input vasitəsilə daxil edirik, komandamızı verdik. Altda isə biz həmən bu rəqəmləri dövrə salırıq for vasitəsilə. İndeks iterasiyası ilə deməli n-in hər bir elementinə müraciət edirik. 2 nöqtəni qoyuram. Və sonda çap edirik. Print i. Yəni i n-in içərisində olan hər bir elementi çap edəcək. Deməli, run vasitəsilə proqramı işə salıram. Yazıram, məsəl üçün 1, 2, 3, 4, 5. Enter basıram. Alt-alta gördüyünüz kimi, yəni nümunədə göstərildiyi kimi alt-alta rəqəmləri çap etdi. Daha sonra keçək 101-ci tapşırığa. 101-ci tapşırıqda deyilir. Klaviaturadan n natural ədədi daxil edilir. N-dən böyük olan 2, 3, 5 ədədlərin heç birinə bölünməyən ən kiçik natural ədədi çap edən proqramı Python dilində yazın. Məsəl üçün, girişə 15 yazılıbsa, çıxışa 17 verəcək. 25 yazılıbsa 29. Yəni, n natural ədədi n-dən böyükdür, lakin 2-yə, 3-ə, 5-ə ədədlərinə bölünmür və ən kiçik də, yəni ondan sonra gələcək növbəti ədəd. Deməli, yazırıq. N-i daxil edirik. Bizdə bu dəfə olacaq ədəd tipindən. Int input. Düzdürmü yazdıq? Və sonra biz deməli n-dən sonra gələn ədədi istəyir bizə lazımdır. Ona görə istənilən bir hərfə mənimsədirik. Məsələn, i olsun. I bərabərdir n üstəgəl 1. N-dən sonra gələn ədəd. Daha sonra bu ədədi biz dövrə salırıq. While operatoru vasitəsilə. Əgər deməli doğrudursa, while true əgər doğrudursa, nə doğrudur? Şərtimizi deyirik. I faiz mod 2 sıfıra bərabər deyilsə, yəni ki, n-dən sonra gələn rəqəm 2-yə bölünmürsə və n-dən sonra gələn rəqəm 3-ə bölünmürsə, nida bərabərdir 0, yəni bölünmür deməkdir. Qalığı var. Biraz böyüdək. Və 5-ə bölünmürsə. Eyni şeyi 5 üçün yazırıq. And i faiz 5 nida bərabərdir 0. 2 nöqtə. Biraz da böyüdüm. Çox böyüdü. Buradan ikisi. Neyse. Prosta şərt məlumdur bizə. Böyüdək. Hə. Ne üçün? O halda
çap etsin i-ni. Əgər bu şərtə daxil olsa i-ni çap etsin və əməliyyatı sona yetirsin də. Əməliyyatı sona yetirdikcə break olacaq. Breakdən sonra heç nə yazmır. Və əməliyyat nə vaxta kimi davam edəcək? Demək, əməliyyatı dövrə salması, hər dəfə yoxlaması üçün ki, hər dəfə bu şərtə girir yoxsa yox. Onun üçün də biz i-ni hər dəfə 1-1 artırırıq da. 1 artacaq. Yəni, əgər bu şərtə girməsə üçün gələcək yazmışıq. Nə yazmışıq? Burada şərt məsələn 15 gəlib. 16 gəlir birinci. I bərabərdir n plus 15 yazmışıq. I bərabərdir n plus 1. N'imiz 15 idi. Üstünə 1 gəldi. Oldu 16. 16 şərtə girmədi. Düzdür? Çünki 16 2-yə böləndə qalıq 0 olur da. 16 2-yə bölünür. Ona görə i 1 vahid artdı. Oldu 17. 17 nə 2-yə bölünür, nə 3-ə bölünür, nə 5-ə bölünür. 17-ni çap edir və əməliyyatı breaklə sona yetirir. Və bu formada işləyir. Run edirik proqramı, yazırıq 15. 17-ni çap etdik. Sonra run edirik proqramı, yazırıq 25. 29-u çap etdik. Run edirik proqramı, yazırıq 54. 59-u çap elədi. Nümunədə göstərdik kimi. Yəni 54-dən sonra 55 gəlsə, 55 5-ə bölünür deyə artıq bu şərtə girmir. Ona görə i-ni bir vahid artırıb yenidən yoxlamağa başlayır. Yenidən yoxlayanda 57 gəlir. O da 3-ə bölünür. 58 gəlir. O da səhv eləməmsə 2-yə, 3-yə, 3-ə bölünür. Və sonda 59 bunların heç şərtə daxil olur, çap edir, əməliyyatı sona yetirir. Keçək növbəti suala. Bunu biraz kiçildək. Növbəti sualımız yerləşir 102-ci sual. Deməli deyilir, daxil edilən n natural ədədi üçün ifadənin qiymətini hesablayan proqram Python dilində yazın. Deməli, n natural ədədi, yəni ki, tam ədəd daxil edirik. N-ə mənimsədirik. N int input. Daxil etdik. Sonra fikir verin, beləncə tapşırıqlarda deməli, bir əvvəlinə fikir verin. Yəni, bir üstə gəldi. Bir də sonuna fikir verin. Deməli, bir üstə gəlindən başlayır, 1 bölünsün n kvadratı ilə bitir. Ona görə biz nə yazırıq? S-in iç qiyməti 1-dir də, düzdürmü? Yazır, S bərabərdir 1-ə. Dövrə salırıq. For i in range. Yəni, hansı aralıqda? Növbəti dövr nə ilə başlayır? 2 ilə başlayır. Düzün, məxrəcinə fikir verirsiniz, 2-dir. Yəni, 2-dən n-ə qədər. N-ə qədər deyirsə, olacaq n üstə gəl 1. Bunu yazdıq. Nə etsin? S-in üzərinə gəlsin. S üstə gəl, 1 üstə gəl bərabərdir. Nəyə gəlsin? 1 bölünsün. i-nin kvadratı. i-nin kvadratı. Düzdür? Yəni, i ilk növbədə olacaq 2 ilə başlayır. Fikir verirsinizsə, deməli, 1-dən sonra gəlir, məndə ilk növbədə 1 idi. Sonra 1-i bölür, 2-dən başlayır da. 1-dən başlamır ki, 1-in kvadratından başlamır. Ona görə mən yazdım 2-dən başlayır. 2-nin neyi? Kvadratı. Sonra keçir 3-ə, sonra 4-ə, hara kimi? N-ə kimi. Ona görə də n plus 1 yazdım. Əgər n-lə yazsaydım, onda n-dən 1 öncəki olacaqdı. Yəni, məsələn, n əgər 10-dursa, 9-adan hesablayacaq. 10-adan hesablayacaq, sonuncu qiymət 9 olacaq. Burada da məsələn bir
rəqəm yazaq hesablamaq üçün. Yəni yoxlayaq ki, həqiqətən bunu mən sona qədər yetirmədim. Bir dəqiqə print yazmadım. Print eləsin S. Sonda print S olsun. Məsəl üçün run edək, məsələn 10 yazıram. Bu qiyməti aldı. Düzdürmü? Sonra keçək növbəti suala. Növbəti sualda deyilir. 103-cü sual. 103-cü sualda deyilir. Daxil edən n natural ədədi üçün ifadənin qiymətini hesablayan proqramı Python dilində yazın. Elə bu da öncə yazdığımız kimi, deməli, əvvəlcə n n-i n bərabərdir int input daxil etdiyi ədədimizi. Yəni, ədəd tipindən daxil etdik. Sonra s bərabərdir, yenə birdən başlayır, düzdürmü? S bərabərdir 1-ə. Sonra salırıq n-in qiymətini salırıq dövrə. Deməli, for i in range hardan hara kimi. Deməli, fikir versinizsə, məxrəc 3-dür də, düzdürmü? Ona görə 3-dən başlayırıq. 3-dən başlayır. N plus 1-ə kimi. Belə olsun. Və bu necə addımlayır? 3 gəlir, 5 gəlir, 7 gəlir. Ona görə yazacaq 2. Yəni 2 artaraq getsin. Aha, düzdürmü? Buna yazırıq 2 nöqtə. Düşürük aşağı. Və nə edirik? S üstə gəl bərabərdir. Deməli, nə edirik? Burada deməli, mötərizənin içərisində olduğu kimi biz də yazırıq. Yazırıq ki, deməli, 1 bölünsün i-nin kubu. i-nin kub, aralı yazım, qəşəng görsəniz. i-nin kubu yazırıq, yoxsa? Yox. i-ni hər dəfə artırır da, ona görə i olacaq burada. i. Deməli, 3 ilə başlayır, 2 artır. Fikir versiniz, həm qüvvətlər, həm də məxrəclər eyni formada artır. Ona görə bura biz həm məxrəcə i yazırıq, həm də qüvvətə də i yazırıq. Sonda isə həmən bu deməli tapdığımız s-i çap edirik. Print s. Yenə bir ədəd daxil edək. Məsəl üçün 15 daxil edək. Burada da tapır bir tam nə qədəsə. Belə keçək 104-cü suala. 104-cü sualda nə deyir? Klaviaturadan daxil edilən natural ədədin özünün rəqəmləri cəminə tam bölünüb bölünmədiyin çap edən proqramı Python dilində yazın. Rəqəmləri cəminə tam bölünüb bölünmədiyin daxil. Aha. Ona görə biz rəqəmlərə bir-bir baxmaq üçün biz sətir tipindən bir ədəd daxil edirik. Input daxil elədik, mənimsətdik n-ə. Sonra isə biz cəmi istəyirsə, biz cəm olsun bizdə a. Əvvəlcə qiyməti olsun 0. Sonra onu dövrə salırıq. For vasitəsilə dövrə salırıq. Yəni n-in hər bir
simvolundan götürəndə, müraciət eləyəndə, düzdürmü? Neyinə müraciət etsin? Müraciət eləsin ki, yəni cəmləyib A-ya mənimsətsin. A üstəgəl 0 üstəgəl bərabərdir. Deməli, sətir olduğuna görə, deməli, bunu biz gərək ədəd tipinə çevirək ki, bunu cəmləyə bilsin də, düzdürmü? Ona görə int yazırıq, int i. Int i yazırıq və nə deyir? Şərtdə nə deyir? Klaviatura daxil edən natural özünün rəqəmləri cəminə. Ona görə şərt istəyir. Şərtdə deyilir. If deməli int n. Bu dəfə mən artıq sətrin özünü mən ədədə çevirdim. Əgər cəminə qalıqsız bölünürsə, yəni mod A bərabərdirsə 0-a, yəni mod A bərabər 0, o demək ki, qalıqsız bölünürsə, onda çap etsin ki, nə? Bölünür. Əks halda nə çap etsin? Else print bölünmür. Razısınız? Razıyıq. Sonra proqramı işə salırıq. Saldıq işə. Girişə yazılır 24.2400. Enter. Bölünür. Yəni 2 üstəgəl 6 bunlar sıfırlardır. Böl 2 bölünür. Üç eləyir. Düzdür. Sonra 244 bölünmür. 2 üstəgəl 4 eləyir. 6 üstəgəl 4 10. 10 3-ə bölünmür. Düzdür, hə? N. Yox. 244 rəqəmləri cəminə 244-ü soruşur ki 6 10 244 10-a bölünmür də, düzdür, ha? 5 5-ə bölünür, aha, 5 5-ə bölünür. 5 5-ə bölünür, düzdür. Məsəl üçün olsun rəqəmləri cəmlə 120 12-yə bölünür də, ha? Enter. Bölünür, aha. Bu qədər hələlik. Növbəti videoda davam etdirəcəm. 105-ci sualdan başlayaraq. Sağ olun. Özünüzə yaxşı baxın.